Salam, xoş gördük əziz dinləyicilər. Bugünkü mövzumuz korroziyadır. Çürümə, paslanma və yaxud da ki, digər nələrsə. Korroziya həyatımızda olan bütün tikililərdə, qurğularda, nə görürüksə, məişətdə, hamısında korroziya uğramaları var. Betonundan tutmuş dəmirinə qədər. Hətta məlumat üçün sizə deyim ki, məlum standartlardan, yəni bilirsiniz ki, Azərbaycanda ən çox istifadə olunan standartlardan da biri QOS-dur. QOS 31937-də eksploatasiya dövrünü keçmiş qurğuların, yəni bir qurğu tikilirsə, hazır olursa, 2 ildən sonra artıq onun yoxlanılması, müayinəsi məcburi sayılır. Təbii ki, bura aqressiv mühit, orta aqressiv, zəif aqressiv, digər mühitlərin təsiri olmaqla 2-7 il arası götürülə bilər. Amma potensial təhlükəli obyektlərdə isə məcburi olaraq 1 ildən bir müayinə aparılması mütləq zəruridir. Korroziyanın qarşısını almaq bizə nə verir və yaxud da almamaqla biz nələr itiririk? Qurban olun Mirzə. Mənim belə şeylərdən başım çıxmaz. Bisavat, avam adamam da. Ümumiyyətlə, korroziyanın yoxlanılmaması, korroziyanın qarşısının alınmaması, mən istəyərdim bunu bir rəqəmlə ifadə edeyim ki, daha aydın olsun. Təsəvvür edin ki, 1 milyonluq dəyəri olan bir tikilidir. 1 milyonluq bir tikilidə, bir qurğuda yoxlanılmadan, müayinə edilmədən, növbəti ilə keçdiyi zaman korroziyanın vurduğu ziyan 10-15%-dan yuxarı olur. Yəni təqribən 100-150 bin manatdan yuxarı. Amma təsəvvür edin, biz həmin korroziyanı yoxladığımız zaman və tədbirlər gördüyümüz zaman, təbii ki, qarşısını almaqdan gördüyümüzdür, gedir söhbət. Tədbirlər gördüyümüz zaman biz həmin məbləği 10 dəfələrlə azalda bilərik. Yəni, tutaq ki, mən gəldim bir sahədə, bir qurğuda, bir tikintidə bir müayinə apardım. Apardığım müayinədən sonra məlum oldu ki, hansısa hissələrdə korroziya uğramaları var. Həmin hissələri dəyərləndirdim və onları ilkin təmir xərclərini ortalığa çıxartdım. Nəticə etibarilə sahibkar, obyekt yiyəsi, qurğu yiyəsi, fərq eləməz hər hansısa bir tikilini mən demək olar ki, 100 mindən yuxarı qabağı saldım. Bunlar gözəl sözlərdir. Ged oğlunu oxut. Qoy belə şeylərdən ləzzət alsın. Allah köməyin olsun. Söhbət burada təkcə gedir 1 milyonluq obyektdən və yaxud da qurğu tikilidən. Əgər bu qurğuların, tikililərin qiymətləri 10 milyon, 20 milyon və daha yuxarı olarsa, təbii ki, burada faiz olaraq rəqəmlər də qalxmış olacaqlar. Azərbaycan Respublikasının dövlət normativ sənədlərində məhz bu qurğuların, tikililərin müayinəsi birbaşa məcburi göstərilmişdir. Bunları deməkdə məqsədim ondan ibarətdir ki, ümumiyyətlə korroziya yoxlanılması bizə nə verir? Çox qısa şəkildə bunu deyə bilərəm. Korroziya yoxlanılması bizə iqtisadiyyatımıza qənaət, təhlükəsizliyimizə zəmanət verir. Bu yerdə qeyd eləmək istəyirəm ki, Baku Inspection Solution Azərbaycanda korroziya yoxlamalarını təşkil edən, onları həyata keçirən öndə gedən şirkətlərdən biridir. Əgər siz də öz layihələrinizi, tikililərinizi, qurğularınızı bizə etibar eləmək istəyirsinizsə, biz öz peşəkar komandamızla sizə hər zaman dəstək olmağa hazırıq.